Elit Evlan Qısaqsı və Kirayəsi. Əzizlərimiz, Masazlıra Mərkəzi yolun qırağında 8-ci mərtəbədə belə bir gözəl bir görünüşlü evimiz var. Altda üstü göstərəcəm inşallah. Deməli, evimizin qonduğu bərbaşdan deyim ki, 1-ci mərtəbəsi 46 kvadratdır əzizlərimiz. Bax, deməli, girişdə burada belə bir samuzelimiz var. Çox, bax, bütün aksesuarları var. Demək olar ki, baba, gördüyünüz kimi, tujna kimi, hər şey var. Formada. Bu mətbəxidir əzizləyirlər. Belə bir gözəl mətbəxi var. İdeal bir mətbəxdir həqiqətən də. Burada da paltaryanı, xaladelniyi də yəni qoyuluqdur, saxlanılıqdır. Burada da qaz şotçikimizin var, görürsünüz. Yəni kombinində gələcəkdə inşallah yerləri qoyuluqdur kombinin, görürsünüz. Kombinlə yeridir. Bu da rahat stolda qoyun, rahat mətbəxinizdə, çörəyinizdə yeyə bilərsiniz. Mən indi sizə deməli, belə bir dənə də zalı var, əzizlərimiz. Divarında bir şey sağdı, lüsturu. Vallahi əsr gəlin gətiriləsi evdir, həqiqətən də deyilən. Gəlin gətiriləsi evdir, əzizlərimiz. Mən indi yuxarıdan sizi göstərim, yataq otaqlarını göstərim. Birinci pilləkəndən solda belə bir balaca bir buranı desk otaq eləmək olar. Yəni və yaxud da məsələn bir paltar yığması, bir mebel də yığdırmaq olar burada istədiyiniz kimi. Belə bir görünüşü var. Belə bir ikinci mərtəbənin. Buralarda yəni kravatlar da qoya bilərsiniz. Deməli bir otaq aşağıda, iki otaq da yuxarıda əzizlərimiz. Burada da yataq otağıdır. Mebelinə kimi hazır yığılıb, yataq dəstinə kimi. Kombi yerinə kimi qoyulub, hazır vəziyyətdə radiatorun yeri qoyulub. Deməli, həm aşağıda 46 kvadrat aşağıdadır, 46 kvadrat yuxarıda, 92 kvadrat. Deməli, evimiz paket kupçadır, onu da deyim sizə, əzizlərimiz. Belə bir panoraması da var, görürsünüz, yuxarıdan görünür də var. Mərkəzi yoldan, hər şey, masajı bütün ayağınızın altındadır. Demək olar ki, evimiz belə bir vəziyyətdə 93 bin manata satışa çıxarılıb, paket kupçadır, sənədləri var. Hər kim olsa Allah xeyrin versin. Real müştərilərə endirim olacaq. Hər kim olsa, yenə deyirəm, Allah xeyrin versin. Elit Evlan Qısaqsı və Kirayəsi. Kanalımıza abunə olmağı unutmayın. Kanalımıza abunə olun ki, yeni evlərimizi göstərək.